Ermənistanın Ağbaba mahalında qeydə alınan kəskin -37 dərəcə şaxta bölgədə hava şəraitinin daha da sərtləşəcəyi ilə bağlı narahatlıqları artırıb. Qonşu ərazilərdə baş verən bu cür anormal soyuqların Azərbaycana təsir imkanları da diqqət mərkəzinə düşüb. Bəs belə ekstremal şaxta dalğası ölkəmizə doğru hərəkət edə bilərmi və sinoptik proqnozlar nə vəd edir? Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov Konkret.az-a qeyd edib ki, Ermənistanın Ağbaba mahal ərazisində Qızılqoç kəndi 3 yanvar 2026-cı il tarixində qeydə alınan 37 dərəcə şaxtanın eyni ilə Azərbaycanda da müşahidə ediləcəyi gözlənilmir. Ağbaba mahalında qeydə alınan rekord şaxtalar əsasən relyef, dəniz səviyyəsindən hündürlüyü və yüksək dağlıq ərazidə yerləşməsi və yerli iqlim xüsusiyyətləri ilə bağlıdır. Mövcud sinoptik şəraitə və proqnozlara görə yaxın bir neçə gün ərzində Azərbaycanın əksər rayonlarında havanın yağmursuz keçəcəyi, gündüz temperaturunun 8-13 dərəcə isti, dağlarda isə gecə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Hazırda ölkə ərazisində mülayim cənub-qərb və qərb küləkləri üstünlük təşkil edir ki, bu da soyuq arktik hava kütlələrinin birbaşa ölkəyə daxil olmasının qarşısını alır. Ekspert bildirir ki, 2026-cı ilin yanvar ayı üçün ümumi proqnozlar temperaturun iqlim normasına yaxın olacağını göstərir. Ay ərzində kəskin hava dəyişiklikləri və yağıntı ehtimalı olsa da, -37 dərəcə kimi ekstremal göstəricilər yaşayış məntəqələrimiz üçün xarakterik deyil. Ölkəmizin ərazisində indiyə qədər qeydə alınmış ən aşağı temperatur -33 dərəcədir. Ancaq bəzi mənbələrdə Naxçıvanın yüksək dağlıq zonalarında temperaturun -37 dərəcəyə qədər düşməsi halları qeyd edilir.